Salam, bugün sizlərlə ədədi ardıcıllığın birinci bölməsini, yəni hələ ki ədədi həndəsisilə yox, ədədi ardıcıllıqları danışacağıq. Bütün ədədi ardıcıllıqlarda ödənən bu iki düstur var. Baxın, bütün ədədi ardıcıllıqlarda ödənir. Yəni, neçəncisə həddi tapmaq istəyirəmsə, ora qədər olan həddlərin cəmindən bir əvvəlki hədlərin cəmini çıxıram. İndi gəlin başlayalım ki, bu nə demək? Baxın, görüm. Məsələn, S5 ilk 5 dənə həddin cəmi deməkdir. S4 ilk 4 dənə həddin cəmi deməkdir. Bildiniz də S7 ilk 7 dənə həddin cəmidir. İndi baxın, 5-ci həddi tapmaq üçün sizcə çıxmalıyam da, baxın. Bunlar ixtisar gedəcək, qalacaq 5-ci hədd. Bildiniz, 5-ci həddi tapmaq üçün S5-dən 5 dənə həddin cəmindən 4 dənə həddin cəmini çıxmalıyam. Və ya A7-ni tapmaq üçün nə edirəm? 7 dənə həddin cəmindən 6-sını çıxıram. Yəni, düsturumuz budur. N-ci həddi tapmaq istəyirəmsə, SN-dən bir dənə azını çıxıram. Orada düsturu sizə verir, sadəcə yerinə qoymaq qalır. Bir də AN-in bütün silsilələrdə, bütün ardıcıllıqlarda ödənən düsturu HN böl HN çıx 1-dir. Bu da eyni qaydadır. Məsələn, A5-i tapanda H5-i bir dənə azına H4-ə bölürəm. Orada H-ı verir. Siz sadəcə yerinə 5-lə 4 qoyarsınız. Məsələn, A7-ni tapanda H7-ni bir dənə azına H6-ya bölürəm. Məsələn, A3-ü tapanda H3-ü H2-yə bölürəm. H da bilirsiniz nədir? Məsələn, gəlin elə A3-ü başa salım. H3 3 dənə həddin hasilidir, ilk 3 həddi. H2 ilk 2 həddin hasilidir. İndi 3-cü həddi tapanda biz neyəcəyik? Böləcəyik. Böləndə 3-cü hədd qalacaq da. H3-ü H2-yə bölməliyəm. Bildinizmi? H adından göründüyü kimi hasildir, S də cəmdir. Cəm S-dir, H hasildir. Belə, yəni bütün ədədi silsilələr, bütün ardıcıllıqlarda ödənən budur. Digərləri ədədi həndəssilsəyə girir. Onları o biri bölmədə izah edəcəm. Əsas bu ikisini bilməlisiniz və bilməli olduğunuz bir də bu var. Məsələn, baxaq. Verib ki, AN 3N üstəgəl 2-dir. Deyir ki, A5-i tap. Yəni, neyəcəyik? N-in yerinə nə qoyacaq? 5. Yazacaq 3 vur 5, bütün N-lərin yerinə 5 yazacaq. 15-in üstünə 2 gəlin, 17. Və ya desək ki, uşaqlar, AN-i verib ki, 7N üstəgəl 5-dir. Deyir ki, AN çıx 1-i tap. Uşaqlar, burada N idi, ona görə burada N idi. İndi N çıx 1 deyirsə, N-in yerinə nə yazacağım? N çıx 1. Anladınız mı nə deyirəm? Ədəd olsa N-in yerinə ədəd yazıram. N çıx 1-dirsə, N çıx 1 yazıram. Yəni, nəyi görürəmsə, onu yazıram ora. 7-ni N çıx 1-ə vuranda 7 dənə N çıx 7 üstəgəl 5. O da eləyir 7N. Mənfi 7-nin üstünə 5 gələndə mənfi 2. Anladınız mı? Yəni, bunu bildirsək ki, ədədi ardıcıllıqlar gedəcək. Baxaq ədədi ardıcıllıqlara. Məsələn, 3-cü sualdan başlayaq. Deyir, 5-ci həddini tapın. X üstü N mənfi 1 üstü N böl N. Bax, X 5 istəyir. Yəni, N-lərin yerinə nə yazacağım? 5. Yazıram, mənfi 1 üstündə 5 böl 5. Tək dərəcə mənfini saxlayır, qalır. 1-i 5 dəfə bir-birinə vuranda elə 1 eləyir. Görün, hansı variantdadır? Mənfi 1 böl 5. A variantı. 7-ci suala baxaq. İlk 3 dənə həddin cəmini istəyir. İlk 3 dənə həddin cəmi uşaqlar. A1, A2, A3-ün cəmini istəyir. Deməli, bu üçünü tapmalıyam. A-nin düsturunu köçürək. Birinci A1-i tapaq. N-in yerinə nə qoyacağım? 1. Bütün N-lərin yerinə 1 qoyuram. 0 onsuz nəyə bölsəm cavab neçədir? 0. İndi A2-ni tapıram. Axı ilk 3-ünü də tapmalıyam. A1-i tapdım, indi A2. N-in yerinə nə qoyuram? 2. 1 çıx 2 bölünsün 2 vur 2. Mənfi 1 bölünsün 4. Edir mənfi 4-də 1 də bu.
Daha 3'ü tapaq. N'in yerinə nə qoyuruq? 3. N'in yerinə 3 qoyun. Eləyir -2 bölünsün 2 vur 3. 2'lər gedir, nə qalır? Yuxarıda qalır -1, aşağıda qalır 3. Bizə deyir ki, ilk 3 həddin cəmini tap. Yəni bunları cəmləyək də, bunları cəmləyirik. 0, üstə gəl -4də 1, üstə gəl -3də 1. 0 onsuz 0'dır. Mənfilə, yəni yoxdur. Mənfiləri ortaq çıxarıram. Qalır müsbət 4də 1 ilə müsbət 3də 1. 4 ilə 3'ü ortaq olaraq 12'yə gətirirəm. 12'də 3, bu da 12'də 4. Mənfi onsuz ortaq idi, yəni öndədir. 3 ilə də 4'ü toplayanda 7. Cavab olur nə? -12'də 7. 9-cu suala baxaq. A1'i verib 3. AN üstə gəl 1 deyə bir şey verib. Yəni baxın, bir dənə artıranda əvvəlkindən 3 dəfə böyük, 5 dənə az olur. Ardıcıllığın ilk 3 həddinin cəmini tapın. Yenə də yəni A1'in, A2'nin, A3'ün cəmini istəyir. Tapaq. Bir dəqiqə, A1 onsuz var, 3'dür. A1 ilə işimiz yoxdur. İndi biz nəyi tapmalıyıq? A2'ni. Bir dəqiqə, bunu 2 eləmək üçün A2'ni tapmalıyam. Axı, burada 2 olmalıdır. N'ə neçə verməliyəm? Nəyin üstünə 1 gələndə 2 eləyir? 1'in. N'ə 1 verib, bunu həll edirəm. Yazıram. 3 dənə A1, axı N'ə 1 verdim, çıx 5. A1'in də qiyməti yuxarıda yazılıb ki, 3'dür. 3 dənə 3 çıx 5. 9'dan 5'i çıxın 4. A2'ni də tapdım 4, bura 4 yazıram. İndi A3 hesablayacağım. Bunu 3 eləmək üçün kvadratı aldığımı nəyin üstünə 1 gələndə 3 eləyir? 2. Bu dəfə də N'ə 2 verirəm. Olur 3 dənə A2 çıx 5. A2'ni neçə tapmışam? 4. 3 dənə 4 çıx 5. 12'dən 5'i çıx 7. Üçüncünü də tapdım ki, 7'dir. Deyir, indi 3 dənə həddin cəmini tap. 3, 4, 7'nin cəmi eləyir 14. Diqqətli olsanız rahat idi. 11 birbaş qəbul sualıdır. Baxaq görək nədir o. 4-cü həddi tapın deyir, yəni A4. Baxaq. 4-cü həddi tapanda bayaq sizə dedim, S4 çıx S3. Bildiniz? 4 dənə həddin cəmindən 3'ünü çıxıram, qalır 4-cüsü. Deyir, ilk N həddin cəminin düsturu verilib ki, cəm sözün gördüsü o S-dir uşaqlar. S-nin də deyir, düsturu verilib ki, 3 üstündə N çıx 1 üstə gəl 1'dir. İndi biz nəyi tapmalıyıq? S4'ü, bir də S3'ü. Onda N'in yerinə bir dəfə 4 qoyacağam. S4'ü tapacağam. 3'ün kubu 27. 27'nin üstünə 1 gələndə 28. Bir dəfə də N'in yerinə 3 qoyub S3'ü tapacağam. 3'dən 1 çıxanda 2. 3'ün kvadratı 9. 9'un üstünə 1 gələndə 10. Uşaqlar, S4'ü tapdım 28. S3'ü tapdım 10. 28'dən 10'u çıxın 18. Yəni A4'ün cavabı olur 18. Bildinizmi? Yəni S4'dən S3'ü çıxmalıydım. N'in yerinə bir dəfə 4 qoydum, bir dəfə 3 qoydum və çıxdım. 13-cü sual. Həmişə demişəm. Məxrəcdə bir dənə ifadə görürəmsə, 1. Hədd görürəmsə, 1-1 bölürəm. Gəlin baxaq, nə demək istəyirəm. N'ı N'ə böləndə neçə edir? 1. 12'ni N'ə böləndə 12 böl N. Deyir, neçə qiymətində tamdır. Uşaqlar, 1 onsuz tam ədəddir. Amma 12 hansı ədədlərə tam bölünür? Gəlin tapaq. Bütün ədədlər 1'ə bölünür, 2'yə bölünür 12, 3'ə bölünür, 4'ə bölünür. 12 5'ə bölünmür, yəni tam bölünmür. 6'ya bölünür. Uşaqlar, cüt baxaq da 12, 12. Bunu 1'i neçə vuran 12 edir? 12. İşte bu qədər. 12 bunlara tam bölünür. Axı tam bölünür deyəndə mənfiləri də yazırdıq. Axı 12 -3'ə də bölünür. Yəni bunların mənfilərini də yazıram. Eyni şeylərin mənfilərini yazıram. Hə, amma bizdə ümumi hədd deyir. Bizdə bu hədlər, bax, indiyə qədər nə dedik? Birinci hədd, ikinci hədd, üçüncü hədd. Bu hədlər necə olur? Yəni natural ədədlər. Ona görə n deyir də, natural. Yəni bu ədədlər necə ola bilməz? Mənfi ola bilməz. Ona görə ancaq müsbətlərini götürürəm. Sayıram ki, neçə dənədir? 6 dənə. Yazın D variantı.
Anladınız mı? Normalda bunu kəsir mövzusunda soruşsaydı 12 dənə. Amma biz bilirik ki, ardıcıllıq natural ədədlər olur. Yəni, mənfi birinci hədd yoxdur. 15-ci sual. Deyir, 122-yə bərabər olan həddin nömrəsini tap. Bu həddin özüdür, n-ci həddir, düsturu budur. Deyir, 122-yə bərabər olsun, heç nə də kvadrat təyin edirik. Hamısını yığıram bu tərəfə. 110-dan 122-ni çıxanda -12. Baş əmsal bircə V teoremi yazaq da. Vuranda -12 eləsin, toplayanda müsbət 11 eləsin. 12 ilə -1. Baxın, vuranda -12 eləyir, toplayanda müsbət 11. Bilirsiniz də, hasil öz eləyir, cəm əks eləyir, yəni müsbət 11. Budur. Biz də indicə dedik ki, biz n-in 2 dənə qiymətini tapdıq. -12 ilə, müsbət 12 ilə -1. Biz də dedik ki, n necədir? Natural. Yəni, mənfi ola bilməz. Ona görə yalnızca müsbət 12 götürürük. Getdik, biz 15-cini işlədik. 15-də cavab Y variantı. Sonra 17. Deyir, ilk mənfi həddini tapın. Gəlin tapaq da. Mənfi nə deməkdir? 0-dan kiçik. 17-də sadəcə 0-dan kiçik eləyəcəm. 7 bölünsün, 83 çıxılsın, 5n. 5n. Kiçik 0-dan. Müsbət ədədi nəyə bölsən mənfi eləyər? Təbii ki, mənfi ədədə. Yəni, məxrəci mənfi eləyəcəm. 83 çıxılsın 5n-i. Uşaqlar, əks işarələri vuranda da, böləndə də mənfi eləyir. Bildinizmi? Əks işarələr mənfi eləyir. Ona görə 83 çıx 5n-i mənfi eləyirəm. Mənfi 5n burada qalır. 83 sayına keçəndə mənfi 83 olur. Hər tərəfi mənfiyə böləndə uşaqlar, işarələr həmişə dəyişir. Yəni, böyüksə kiçik olur, kiçiksə böyük olur. N-i tapanda 83-ü 5-ə bölürəm. 8-i 5-ə böləndə 1. 33-ü 5-ə böləndə 6. Edir 16,6. 16,6-dan böyük natural ədəd. Axı, n bayaq dediyi sizə naturaldır. 17-yə baxın, n natural deməkdir. 16,6-dan böyük natural ədədlər 17, 18, 19, 20 və s. İndi deyir ki, ilk mənfi həddini tapın. Biz tapdıq ki, 16,6-dan böyük neçədir? 17-cidir. Yəni, deyir 17-ci həddi tapın. Yazıram, baxın, A17 bərabərdir. 7 bölünsün, 83 çıxılsın, 5 vur. Yəni, burada AN sözünü yazım ki, sizə aydın olsun. Baxın, n-in yerinə nə qoydum? 17 qoydum. Ona görə burada da n-in yerinə nə qoyacam? 17 qoyacam. 5 vur 17. Çünki 17-ci həddi tapıram da. 7 bölünsün, 83 çıxılsın. 5-i 17-yə vurun, 85. 83-dən 85-i çıxın, -2. 7-ni 2-yə böləndə 3,5 eləyir. Qabağında da mənfi var. Edir -3,5. Belə. -3,5 Babək variantı. Aydındırmı? Mütləq diqqətli olun. Sadə bir şeydir. Sizə həddin nömrəsini istəmir. Həddin özünü istəyir. Ona görə nömrəsini yerinə qoyub cavabını tapmalıyız. Baxaq. Məsələn, 31-33. 25-ə də baxacaq. 26-ya da baxacaq. Amma birinci 31-dən 33-ə baxaq. 31. Ümumiyyətlə, bayaq dedim. SN çıx 1 nəyin düsturuydu? Bir tərəfə atıram ki, düstur yaransın. AN-in dedimə, n-ci həddi tapanda həmin həddlərin cəmindən bir dənə əvvəlki həddlərin cəmini çıxıram. Olur AN-in düsturu. Yəni, n-ci həddin düsturu deyir budur. Və deyir 7-ci həddi tap görüm. A7-ni tap görüm. Yəni, n-in yerinə nə qoyacam? 7. 3 vur 49 üstə gəl 7. 154. Yəni 7-ci həddi necə tapdıq? 154 tapdıq. Sonra baxırıq. 33-ə də baxaq. Və 37-yə də baxaq. Deyir ki, AN budur. AN çıx 1-i çıxanda 22 eləyir. AN-i görürəm. Gəlin yazım 33-ü.
Onsuz AN-i görürük. N kvadrat üstə gəl 5n çıx 7-dir. Amma bizə bir dənə deyir, AN çıx 1 deyir. Ona görə 1-in çıxacam. Baxın, n-lərin yerinə nə qoyacam? N çıx 1. Bütün n-lərin yerinə n çıx 1 yazıram. Oldu nə? A çıx B-nin kvadrat düstur. A kvadrat çıx 2 dənə AB üstə gəl B kvadrat. 5n çıx 5 çıx 7. Deyilir n-in kvadratı. 5n-dən 2n çıxanda nə olur? 3n. 1-dən 5-i çıxanda -4, -4-dən 7-ni çıxanda -11. Tapdıq ki, bu. Fərqi budur. Daha doğrusu AN çıx 1-i tapdıq ki, budur. AN də budur. Görək bizə nə deyir? Deyir, bunları bir-birindən çıxanda 22 eləyir. Gəlin çıxaq. N-in kvadratından N-in kvadratını çıxanda ixtisar gedir. 5n-dən 3n-i çıxanda neçə qalır? 2n. -7-dən -11-i çıxanda baxın. Mənfi və mənfi nə eləyir? Üstə gəl eləyir. 11-dən 7-ni çıxanda neçə qalır? 4. 2n üstə gəl 4 22-dirsə 2n 22-dən 4-ü çıxın. 18-dir. 18-i 2-yə bölün 9. N 9-dur. Yəni 9 qiymətində A9-dan A8-i çıxanda 22 eləyəcək. N-in qiyməti neçəymiş? 9-muş. Bir dənə 37-yə baxaq. Deyir, neçənci həddir? Nömrəsinə bərabərdir. Nömrəsi bunun nədir? N. Yəni deyir, N-ya bərabərdir. Bildiniz? 2-nin üstə gəl 40 bölünsün deyir n çıx 1. Elə deyir nömrəsinə, yəni n-ya bərabərdir. Məxrəc yoxdursa məxrəcə 1 yazıram. Kəsirdirsə çarpaz vururam. N-i n çıx 1-ə vuranda, baxın bunu vururam. N-in kvadratı çıxılsın 1 dənə n. 1-i 2n üstə gəl 40-a vuranda elə 2n üstə gəl 40. Hər şeyi n kvadrat tərəfə köçürürəm. Eləyir -3n çıx 40 bərabərdir 0. İndi gəlin düşünək. Nəyi nəyə vuranda -40 eləyəcək? Toplayanda müsbət 3 eləyəcək. 8 ilə -5. Vuranda -40 eləyir. Toplayanda müsbət 3 eləyir. Biz də bayaq dedik ki, n necə ədəddir? Natural. Birinci hədd olur, üçüncü, beşinci. Amma -5-ci hədd olmur axı. Yəni n-in qiyməti neçə oldu? 8. Aha, gəldik qəşəng suallara. Məsələn, təkcə baxaq 25-ə və bəs. 25-dir, K düsturunla verilmiş bir şeydir deyir. İlk n həddinin cəmini tapın deyir. Aşağını açanda görürəm ki, bu da K kvadrat üstə gəl K-dır. Yuxarıda da K kvadrat üstə gəl K var. Demək ki, nəsə ixtisar gedəcək. Nəsə ixtisar gedəcək, gedişdirək görək. Yuxarını yazıram, AK bərabərdir. 1 üstə gəl, K-nı çıxarsam nə qalır? 1 üstə gəl, K-nın o birisi. Burada da K vurulsun, K üstə gəl 1-dir. Bizdə 1-2 toplananların yerini dəyişə bilərik. 1 üstə gəl K, onsuz K üstə gəl 1 deməkdir. Heç bir fərqi yoxdur. Aha. Bayaq demişdim, məxrəcdə bir ifadə. Bir ifadə, yəni vurma, bölmə deməkdir. Toplama, çıxma artıq çox hədli sayılır. Yəni bir hədli görürəmsə məxrəcdə bölə bilərəm. Yazıram 1 bölünsün K vur, K üstə gəl 1. Bir də indi bunu buna bölürəm. Başaqlar, birinci bunu böldüm. Alındı 1 bölünsün. K vurulsun, K üstə gəl 1. İndi bu birisini bölürəm. Bunu buna böləndə eyni şey böləndə neçə eləyir? 1. Deməli, uşaqlar, biz tapdıq ki, K-nıncı həddimizi belə tapırıq. Bizə deyir, ilk n həddin cəmini tap. Gəl, hesablayaq da. A1-i tapsam, K-nın yerinə 1 qoyuram. 1 üstə gəl 1, 2 eləyir. A2-ni tapsam, K-nın yerinə 2 qoyuram. K-ların yerinə 2 qoyun. Belə eləyir. A3-ü tapsam, K-ların yerinə 3 qoyuram. Belə eləyir. Nöqtələr. AN-i tapsam, K-nın yerinə n qoyurammı? N qoyuram və belə eləyir. Bu qədər yəni. İndi bizə deyək ki, bunların cəmini tap. Bir dənə keçirdim aşağı. Onsuz gözlə çox rahat şəkildə görünür. Görməliydiniz. Bir dəqiqə n. Onda neçə dənə 1 var? N dənə 1 var. Birinci birləri rahat görürəm də, hə? Üstə gəl 1, üstə gəl 1, üstə gəl 1, üstə gəl 1. N dənə də hədd varsa, n dənə 1 var. Baxın, n dənə 1. Bunu rahat gördüm. Üstə gəl. Bəs bu kəsirləri, bunları toplamağın düsturu var idi bizdə. Gözlüyün yazacağım, nə edilmək istəyirəm.
Məsələn, biz belə bir şey yadınıza gəlir, gör. Keçir deyə 1 bölünsün 1 vur 2 üstə gəlinsin 1 bölünsün 2 vur 3. Fərqlər eyni olanda, sürətdə birlər olanda düstur nə idi? İlk çıx, son, böl, fərq. Bu düsturu yerinə qoyacağıq. Birinci kəsrin birinci hissəsindən sonuncu kəsrin sonuncu hissəsini çıxıram, bölürəm fərqlərinə. Yəni 1-də 1-dən çıxıram, 1 bölünsün n üstə gəl 1-i, bölürəm fərqə. Məxrəcin fərqi neçədir? Hamısında 1-dir. Fərq onsuz 1-dir. Biz də bilirik ki, ədədi 1-ə böləndə heç nə dəyişmir. Ona görə yalnız da sürət hesablayırıq. Ortaq məxrəcə gətirirəm, n üstə gəl 1. N üstə gəl 1-dirsə, sürəti də n üstə gəl 1-dir. Burada da çıx. Onsuz məxrəc n üstə gəl 1-dir. Yuxarıda da 1 var. Birlər gedir, qalır n bölünsün, n üstə gəl 1. Bu da belə. Yəni, kəsirlərin cəmində bunu tapdım. N bölünsün, n üstə gəl 1. İndi gəlin bunları ortaq məxrəcə gətirib toplayaq. Birinci tapmışıq n. Burada da tapdıq n böl, n üstə gəl 1. Məxrəc yoxsa məxrəcə 1 yazıram. Ortaq məxrəc n üstə gəl 1-ə gətirirəm. Məxrəci n üstə gəl 1-ə vurdumsa, sürəti də n üstə gəl 1-ə vururam. N üstə gəl bu. Üstə gəl bu sağ tərəfdə elə özüdür, n. Alınır n kvadrat üstə gəl 2n bölünsün n üstə gəl 1. Diqqətli olun. Yəni B variantı. Bu bloka düşər. Bu yəni gözünüz görüb qorxmasın. Burada bir 2-3 mərhələli bir şey var. Siz sadəcə hər mərhələni ayrı-ayrı bilin ki, orada sizə birini verə bilərlər. Burada məsələn kəsirlərin toplanma qaydasını bilməlisiniz. Kəsirlərdə məxrəcdə bir ifadə, bir hədli varsa bir-bir bölməyi bilməlisiniz və məntiqiniz də tutmalıdır ki, n dənə hədd varsa n dənə 1 var, yəni birinci hissənin cəmi n-dir. Belə uğurlar.